Hazırda Cənub bölgəsinin kivi bağlarında əsasən Bruno, Hayvard və bir tozlandırıcı sortdan istifadə edilir. Bu sortlarla yanaşı bir neçə il ardıcıl aparılan təcrübələr nəticəsində filial tərəfindən yeni və daha əlverişli bir sort da əldə edilib. Yeni kivi sortu Dövlət Sort Sınağı Komissiyası tərəfindən bu il rayonlaşdırılmış sort kimi Şəhla adı ilə qeydiyyata alınıb. Şəhla sortunun digər sortlardan fərqi ondan da ibarətdir ki, həm məhsula bir il tez düşür, məhsulun iriliyinə görə, məhsuldarlığına görə, məhsulun keyfiyyətinə görə və bizim iqlim şəraitimizə daha yaxşı uyğunlaşdığına görə, yəni ki, burada təbii ki, yarandığına görə, bu digər sortlardan fərqlənir. Yeni əldə olunan sortun gələcəkdə kivi təsərrüfatlarında geniş istifadəsi üçün işlər görülür. Mütəxəssislər bildirir ki, istənilən halda və bütün sortların əkini zamanı aqrotexniki qaydalar gözlənilməlidir. Çünki kivi bitkisinin inkişafı və məhsuldarlığı birbaşa olaraq əkildiyi yerdən və göstərilən qulluqdan asılıdır. Bu bitki əsasən deməli kök sistemi boğumlu olduğuna görə, yəni torpağın dərin qatlarını işləyə bilmədiyinə görə, əsasən humusla zəngin, münbüt, qumsal, yəni fiziki baxımda yüngül torpaqlarda daha yaxşı inkişaf edir. Çünki bu bitki əsasən hazır qida, yəni ki, bunu təbiətdə məşaltı bitki olduğuna görə, əsasən qidalı zəngin torpaqlarda və rütubətli yerlərdə daha yaxşı inkişaf etmişdir. Ümumilikdə isə bir çox xüsusiyyətlərinə görə kivi sərfəli bitki hesab edilir. Qiymətinin əlverişli olması, meyvələrin gec çürüməsi, 3-7 aya qədər qalması və daşınma zamanı az zərər görməsi bu bitkinin iqtisadi baxımdan dəyərini daha da artırır. Məhəmməd Rzayev, İmran İqbaloğlu, Lənkəran.